Azərbaycana baxın. Qarabağ kimi Bu Teymur layihələrə İkizbay. ciddi pullar qoyulur. Bu sadəcə futbol deyil, bu həm də siyasi məsələdir. Bu dünyaya verilən mesajdır. Qarabağ bizimdir və biz onu inkişaf etdirəcəyik. Bəs biz niyə eyni şeyi edə bilmirik? Niyə Tzxinvali, Suxumi kimi klubları inkişaf etdirmirik? Bu da dünyaya göstərmək üçün bir yoldur ki, bu torpaqlar bizimdir. Yadımdadır, Tzxinvali Avrokuboklara çıxanda komanda dəstək istədi ki, inkişaf etsin. Amma onlara dedilər ki, bu heç kimə maraqlı deyil. Niyə elə insanlar tapılmır ki, pul yatırsın? Niyə güclü klublar yaratmayaq? Keyfiyyətli legionerlər gətirməyək ki, çempionatın səviyyəsi artsın. Bütün dünyada futbol belə işləyir. Biz isə illərlə gözləyirik. 10 il, 20 il, 30 il və nəticə yoxdur. Nə qədər gözləyəcəyik? Əgər milyonlar qazanırsansa, ölkə üçün də nəsə et. Təkcə özün üçün yox. Futbola yatırım et, sistem qur, gələcək yarat. Çünki biz özümüz başlamasaq, bunu bizim yerimizə heç kim etməyəcək. Bəlkə də elə gözləyirik ki, güya yad planetlilər gəlib bizə kömək edəcək.